Salam, hər vaxtınız xeyir. Funksiyalar və qrafikləri y bərabərdir x kvadratı funksiyası və onun qrafiklərinin çevrilmələri yarımbaşlığına aid test tapşırıqları ilə davam edirik. Başlayaq birinci sualdan. Birinci sualda verib y bərabərdir ax kvadratı çıx bx üstə gələk 7 funksiyası üçün y -3 bərabərdir 10-a. Yəni burada x-ə -3 yazsaq funksiyanın qiyməti 10 olmalıdır. Baxaq, 10 bərabərdir a vuraq -3-ün kvadratı, çıxaq b vuraq -3, üstə gələk 7. 10 bərabərdir 9a üstə gələk 3b üstə gələk 7. 3 bərabərdir 9a üstə gələk 3b. Hər tərəfi 3-ə bölsək 1 bərabərdir 3a üstə gələk b almış oluruq. Cavab oldu C variantı. Funksiyalardan hansı kvadratik funksiyadır? Buradan da aydındır ki, cavab olur A variantı. Çünki kvadratik funksiya olması üçün o y bərabərdir ax kvadratı plus bx plus c. Qısacası y bərabərdir ax kvadratını ödəməlidir. Bu isə A variantında verilib. Davam edək növbəti 3-cü sualdan. Funksiyasının qrafiki üzərində apsisi ordinatına bərabər olan nöqtəni tapın. Apsis ordinata bərabərdirsə, yəni x y-ə bərabər olmalıdır. Yerinə yazsaq, x bərabərdir x-in kvadratı çıx 5x üstə gəl 9. X-in kvadratı çıx 6x üstə gəl 9 bərabərdir 0-a. Bu da x çıx 3-ün kvadratı bərabər 0 deməkdir. Buradan x bərabər 3 alarıq. Əgər nöqtənin x-i 3-ə bərabərdirsə, onda ordinatı da 3-ə bərabər olmuş olur. Deməli, burada da cavab olur D variantı. Sonra baxaq 4-cü suala. Qrafiki üzərində apsisi ordinatın əksidir, yəni x bərabər -y-ə. Onda y-də bərabər -x yaza bilərik. Gəl y-in yerinə -x yazaq. Onlar -x bərabərdir. X-in kvadratı çıx 9x üstə gələk 16. X-in kvadratı çıxaq 8x üstə gəl 16 bərabərdir 0-a. Buradan x bərabər 4 tapmış olarıq. Əgər ordinatı apsisin əksidirsə, onda y-də bərabər -4 olmuş olar. Deməli, həmin nöqtə 4, -4 nöqtəsidir. Cavab oldu C variantı. Sonra baxaq 5-ci suala. Funksiyasının qrafiki üzərindədir. Parabolanın tapı nöqtəsinin koordinatlarını tapın. Y bərabərdir x-in kvadratı çıx bx çıx 5-dir. 2 -5 nöqtəsi bunun üzərindədirsə, deməli bunu ödəməlidir. Gətirib yerinə yazsaq -5 bərabərdir. 2-nin kvadratı çıxaq 2b çıx 5. -5 bərabərdir 4 çıx 2b çıx 5. Buradan 0 bərabərdir 4 çıx 2b-yə. B də bərabərdir 2 almış olarıq. Deməli, onda bu funksiya y bərabərdir x-in kvadratı minus 2x çıx 5 şəklindəymiş. Bunu biz x çıx 1-in kvadratı çıx 6 şəklində göstərə bilərik. Buradan da aydın məsələdir ki, funksiyanın təpə nöqtəsinin koordinatları 1 və -6-dır. Deməli, burada cavab olur A variantı. Və yaxud da əks təqdirdə siz m və n-in düsturlarından istifadə edərək m-i, n-i tapmış olmalısınız. Sonra baxaq 6-cı suala. Funksiyasının üzərindədir. Yenə yerinə yazsaq 5 bərabərdir. -x kvadratı, daha doğrusu x-i də bilirik. 2-dir, olur -4. Üstə gəl 2b, üstə gəl 5. Buradan b bərabər 2 almış oluruq. Yerinə yazanda y bərabərdir -x kvadratı plus 2x plus 5 bərabərdir. Bunu da -x minus 1-in kvadratı üstə gələk 6 şəklində göstərə bilərik. Aydın məsələdir ki, bunun da təpə nöqtələri 1 və -6-dır. Deməli, burada da cavab oldu B variantı. Sonra 7-ci sual. Funksiyasının qrafiki apsisi oxunun -1,0 nöqtəsində kəsir. Aparıb yerinə yazsaq, y bərabər x-in kvadratı plus bx plus c-də. Bu -1,0 nöqtəsində kəsir. Ordinat oxunu 0, -4 nöqtəsində kəsir. O birisi də 0, -4'dür. Aparıb hər ikisini yerinə yazıram. Olur 0 bərabərdir. -1-in kvadratı çıxaq b üstə gələk c. İkinci üçün yerinə yazanda
-4 bərabərdir 0-ın kvadratı üstəgəl 0 üstəgəl c. Buradan c bərabər -4 tapırıq. Gətirib burada yerinə yazsaq, olar 0 bərabərdir 1 çıx b çıx 4. Buradan 0 bərabərdir -3 çıx b. Buradan da b bərabərdir -3 almış olaraq. Bizdən də b-ni istəyir, cavab olur D variantı. Sonra baxaq 8-ci suala. Qrafik apsis oxunu -2 0, ordinat oxunu 0 -3 ilə kəsirsə, onda deməli burada c -3 imiş. Olur y bərabərdir x-in kvadratı üstəgəl b2 çıx 3. Və bu -2 0 nöqtəsini kəsdiyinə görə yerinə yazsaq 0 bərabərdir 4 çıx 2 b çıx 3. 0 bərabərdir 1 çıx 2 b. Buradan da b bərabərdir 2-də 1 və yaxud da 0-10-da 5 almış oluruq. Deməli burada b 2-də 1-ə bərabərdir. Cavab olur D variantı. Sonra 9-cu sual. Hansı nöqtə funksiyasının qrafikinə aid deyil? Y bərabərdir x-in kubu çıx 1. Funksiyanın qrafikinə aid deyilsə, onda biz həmin nöqtələri yoxlasaq, nəsə uyğunsuzluq yaranmalıdır. Gəlin baxaq. Kubundan, yəni y hər hansı bir x-in kubundan 1 vaid azdır. 0-ın kubundan 1 vaid az -1-dir. Deməli b ödəyir. 2-nin kubundan 1 vaid azdır 7. Deməli c də ödəyir. 3-ün kubundan 1 vaid azdır 26. Deməli bu da ödəyir. 1-in kubundan 1 vaid az deyil, 1 vaid çoxdur ki. Deməli A variantı bizim doğru cavabımızdır. Hansı nöqtə funksiyasının qrafikinə aid deyil? Yəni x-in 5-ci dərəcəsindən 1 çıxanda y verir. Yerinə yazsaq, A variantında 1-in 5-ci dərəcədən 1 eləyər. Buradan da 1 çıxanda 0 eləməlidir. Elə cavab olur burada A variantı. 11-ci sual. B parametrin hansı qiymətində funksiyasının qrafikinin təpə nöqtəsinin apsisi 1-ə bərabərdir? Yəni m-i apsisi 1-dir. M bərabərdir -b bölü 2a, bu 1-ə bərabərdir. Yerinə yazsaq, -b bölü 2, a-mız da -1-dir, olur -2. Buradan b-ni taparıq 2. Deməli cavab olar B variantı. Təpə nöqtəsinin apsisi 1-ə bərabərdir. 12-ci sual. Yenə eyni şərtdir. M bərabərdir 1 olmalıdır. -b bölünsün 2a bərabərdir 1-ə. -b-miz 2-dir, olur burada belə. 2a bərabərdir 1-ə. Buradan da a bərabərdir -1 almış oluruq. Cavab olur C variantı. Baxaq növbəti suala. Deməli 13-cü sual. 13-cü sualda funksiyasının qrafikinə əsasən münasibətlərdən hansı doğru deyil? Burada parabolanın qolları yuxarıdır deyə a böyükdür 0-dan. X oxu ilə kəsişmədiyinə görə və yaxud da toxunmadığına görə bunun kökləri yoxdur. Yəni diskriminantı, həqiqi kök yoxdur. Daha doğrusu diskriminantı kiçikdir 0 olmalıdır. Sonra y-i müsbət yerdə kəsdiyinə görə sərbəst həddi 0-dan böyük olmalıdır. A variantında verib ki, C bölünsün A. Yəni iki müsbət ədədi bir-birinə böləndə müsbət etməlidir. Amma burada verib ki, mənfidir. Deməli bu doğru deyil. Misal üçün B variantında A böyük 0, bu doğrudur. C variantında B böyük 0. Biz B-ni nə tər təyin edə bilərdik? M bərabərdir -b bölünsün 2a-dır. M bilirik ki, buradır. Yəni bura mənfidir. M mənfidir. Bir mənfi də burada var. Buranı müsbət qeyd eləyək. Sonra A da müsbətdir. Onda aydın məsələdir ki, B də müsbət olmalıdır ki, ifadəmiz doğru olsun. Deməli bu da doğrudur. Diskriminant kiçik 0 bunu demişdik. Bu da doğrudur. C də böyük 0, bu da doğrudur. Sonra 14-cü sual. Hansı münasibət doğru deyil? Burada A böyükdür 0. A böyükdür 0. Parabolanın qolları yuxarıdır. Diskriminant yenə kiçikdir 0-dan. C'si burada böyükdür 0-dan. Gəlin baxaq. C böyük 0-dan doğrudur. A böyük 0-dan doğrudur. Diskriminant kiçik 0 doğrudur. C-ni A-ya böləndə, iki müsbət ədədi bir-birinə böləndə mənfi verir. Daha doğrusu müsbət verir. Burada isə mənfi göstərib. Deməli cavabımız olur D variantı. B-ni də yoxlaya bilərsiniz özünüz. B də burada doğru olmuş olur. Sonra baxaq 15-ci suala. Şəkildə verilmiş parabola hansı funksiyanın qrafikidir? 15-ci sual. Deməli y bərabərdir. Bunun təpə nöqtələri verilib. Biz onda bunu belə yaza bilərik. Y bərabərdir a x minus 2-nin mötərizə kvadratı.
Təpə nöqtəsinin ordinatı isə -3-ə bərabərdir. Həmin mənfi 1, daha doğrusu 0 -1 nöqtəsindən keçdiyinə görə gətirək yerinə yazaq. -1 bərabərdir A vuraq. X-in yerinə 0 yazsaq 0 çıx 2-nin kvadratı çıx 3. -1 bərabərdir 4A çıx 3. Buradan 2 bərabərdir 4A-ya. A da bərabərdir 2-də 1. A-sı 2-də 1-dir. Olur belə. Y bərabərdir 2-də 1. X çıx 2-nin kvadratı çıx 3. Bu da verilibdir. Deməli D variantında. Sonra baxaq 16-cı suala. 16-cı sualda f(x) bərabərdir ax kvadratı üstə gələk bx üstə gələk c funksiyası üçün f0 bərabərdir 1. f1 bərabərdir 0. Sonra f-1 bərabərdir 3-ə. Olarsa a kvadrat, b kvadrat, c kvadrat cəmini tapın. Biz bilirik ki, funksiyanın y oxu ilə kəsişmə nöqtəsi c-ni bildirir. Yəni sərbəst həddi bildirir. Y oxu ilə kəsişmə nöqtəsində bu 0-a bərabərdir. Yəni 2 0 olmalıdır. Onda buradan aydın məsələdir ki, c 1 imiş. C bərabər 1 olduğunu tapdıq. Daha sonra x-ə 1 verəndə 0 olur. Yəni 0 bərabərdir a üstə gəl b üstə gəl c. Yəni 1. X-ə -1 verəndə də 3 olur. Yəni 3 bərabərdir a çıx b üstə gəl 1. Bunu biz tərəf-tərəfə toplasaq 3 bərabərdir 2a üstə gəl 2. 1 bərabərdir 2a-ya. A bərabərdir 0.5 olur. A-nın yerinə 0.5 bu tənliklərdən birində yerinə yazsaq 0 bərabərdir 0.5 üstə gəl b üstə gəl 1. Buradan b bərabər -1.5 taparıq. Bizə lazımdır a-nın kvadratı, yəni 0.5-in kvadratı eləyir 0,25. b-nin kvadratı -1.5-in kvadratı eləyir 2,25 və c-nin kvadratı 1. Bunu da toplayanda eləyir 2.5 üstə gəl 1, yəni 3.5. Cavab olur D variantı. Funksiyasının qiymətlər çoxluğunu tapın. 17-ci sual. Biz bilirik ki, bu funksiyanın qiymətlər çoxluğu A-sı böyükdür 0 olduğuna görə n-dən müsbət sonsuzluğa olur. f(x) bərabərdir x-in kvadratı plus 2x plus 19 şəklindədir. Biz bunu f(x) bərabərdir x üstə gəl 1-in kvadratı plus 18 kimi yaza bilərik. Buradan aydın məsələdir ki, n 18-dir. Onda deməli bunun qiymətlər çoxluğu 18-dən müsbət sonsuzluğadır. Cavab olur C variantı. Sonra 18-ci sual. Funksiyanın qiymətlər çoxluğunu tapın. Yenə bu da eyni sualdır. Y bərabərdir x üstə gəl 1-in kvadratı plus 4 şəklində göstərə bilərik. Aydın məsələdir ki, burada da n 4-ə bərabərdir. Onda bunun qiymətləri çoxluğu 4-dən müsbət sonsuzluğa kimidir. Cavab olur E variantı. Baxaq 19-cu suala. A-nın hansı qiymətlə funksiyasının qrafiki apsis oxunu 2 müxtəlif nöqtədə kəsir? Apsis oxunu 2 müxtəlif nöqtədə kəsirsə, deməli diskriminant böyük 0 olmalıdır. Onda yaza bilərik. B kvadratı çıx 4AC böyük 0-dan. Yəni A-nın kvadratı çıx 4 1 vur 36 böyük 0-dan. A-nın kvadratı böyükdür 144-dən. Bunu hər tərəfin kök alsaq, olar modulda A böyükdür 12-dən. Bunu da bir məchulu tənliklərdə keçmişdik həllərini. Olur mənfi sonsuzluqdan mənfi 12-yə kimi birləşir. Müsbət 12-dən müsbət sonsuzluğa kimi. Cavab olur E variantı. Baxaq növbəti 20-ci suala. A-nın hansı qiymətlərində funksiyasının qrafiki apsis oxunu kəsmir? Apsis oxunu kəsmirsə, onda diskriminant kiçikdir 0-dan. Yəni B kvadrat çıx 4AC kiçikdir 0-dan. A kvadratı çıx 4 vur 1 vur 49 kiçikdir 0-dan. A kvadratı kiçikdir 4 vur 49-dan. Buradan da kök alsaq, modulda A kiçikdir 2 vur 7, yəni 14-dən. Bunu da bir məchulu tənliklərdə keçmişdik. Bunun da həlləri mənfi 14-dən müsbət 14-ə kimi, yəni mənfi 14 müsbət 14 intervaldır. Sonra 21-ci sual. Parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. f(x) bərabərdir mənfi 2x kvadratı plus 8x minus 11. Yəni təpə nöqtəsinin koordinatları n və n istəyir. N bərabərdir mənfi b bölü 2a.
Yerinə yazsaq mənfi 8 bölünsün 2 vur mənfi 2 eləyir mənfi 4. Mənfi 8-i mənfi 4-ə bölsək alarıq m-i 2. M 2-dirsə, gəlin n-i tapaq. N-i tapmaq üçün n-in öz düsturundan da istifadə edə bilərik. Aparıb funksiyada m-i yerinə yazıb n də tapa bilərik. Gəlin biz ikinci üsuldan istifadə edək. Yəni f2-ni tapaq. f2 bərabərdir. Mənfi 2 vur 2-nin kvadratı üstə gəl 16 çıx 11. Bu da eləyir mənfi 8 üstə gəl 16 çıx 11. Bunu da hesablayanda alırıq mənfi 3. Deməli n də mənfi 3 imiş. Cavabımız olur 2 mənfi 3 B variantı. Sonra baxaq 22-ci suala. Parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. Fx bərabərdir. Mənfi 3x kvadratı plus 12x minus 13. Gəlin m-i tapaq. M bərabərdir. Mənfi b-miz 12-dir. Böl 2a, yəni mənfi 6. Bu da eləyir 2. İndi isə f2-ni tapsaq. F2 bərabərdir. Mənfi 3 vurur 4. Üstə gəl 24 çıx 13. Yəni 12 çıx 13 eləyir mənfi 1. Təpə nöqtəsinin koordinatları oldu 2 mənfi 1. Deməli bu da cavab oldu B variantı. İstəsəz bunu siz tam kvadrata ayırma üsulundan da istifadə edib m və n rahatlıqla görə bilərsiniz. Və yaxud da elə belə m-in n-in düsturlarını da istifadə edərək tapa bilərsiniz. Sonra baxaq 23-cü suala. Münasibətlərdən hansı doğrudur? Deməli 23-cü sualla davam edirik. Aydın məsələ ki, parabolanın qolları yuxarı deyə a böyükdür 0-dan. 2 dənə kökü var, yəni x-i 2 nöqtədə kəsdiyinə görə diskriminant böyükdür 0-dan. 2 müxtəlif kökdür hətta. Daha sonra y-i müsbət yerdə kəsdiyinə görə deməli c də böyük 0 yaza bilərik. Gəlin b-dən də istifadə etdiyinə görə variantlarda b-nin də işarəsini təyin edək. Burada m görürük ki mənfidir, yəni x-in mənfi hissəsinə düşür. M-in düsturu m bərabər mənfi b bölü 2a-dır. Buradan b-ni tapanda b bərabər mənfi 2a m olmuş olur. Əgər a-mız müsbətdirsə, onda m-miz mənfidirsə işarəsini yerinə yazsaq, əvvəldə də bir mənfi var idi. Mənfiyə buranda müsbət, müsbətə vursaq müsbət. Deməli b-miz də müsbətdir. B də böyükdür 0-dan. A variantında b-ni a-ya bölür. Yəni 2 müsbət ədədi bir-birinə bölüb mənfi yazıbdır. Deməli b səhvdir. Sonra diskriminant bərabər 0 yazıb. B variantı bu da səhvdir. Çünki diskriminant böyük 0 olmalıdır. A, B, C-ni toplayıb bərabər edibdir 0-a. 3 müsbət ədədi toplayanda 0 etməz. Yəni 0-dan böyük bir ədəd alınır. D variantında C-ni a-ya bölübdür. 0-dan kiçik ədəd yazıb. Deməli bu da səhvdir. Çünki 2 müsbət ədədi böləndə müsbət etməli idi. E variantında AC-ni B-yə bölüb, yəni 3 dənə müsbət ədədin vurma və bölməsi həmişə bizə müsbət verər. Deməli cavab oldu E variantı. Sonra baxaq 24-cü suala. Münasibətlərdən hansı doğrudur? Yenə eyni şəkildə yaza bilərik. Qollar aşağıdır deyə a kiçikdir 0-dan. X-i 2 nöqtədə kəsdiyinə görə diskriminant böyükdür 0-dan. 2 müxtəlif kökü var. Y-i mənfi hissədə kəsdiyinə görə biz yaza bilərik C kiçikdir 0-dan. Sonra B də bərabərdir. Mənfi 2 AM-dir. Buradan aydın məsələdir ki, M x-in müsbət yerinə düşür. Onda M müsbətdir. Əgər M müsbətdir, A da mənfidirsə, 2 mənfi 1 müsbət eləyər müsbət. Deməli, buradan alarıq ki, B-miz də deməli müsbət imiş. B də oldu müsbət. A variantında verib ki, AC bölünsün B böyükdür 0-dan. AC hasili aydın məsələ 2 mənfini bir-birinə vuranda eləyir müsbət. Müsbətə də bölsək müsbət. Deməli A variantı doğrudur. B-də verib diskriminant kiçik 0 deməli səhvdir. A ilə C-ni toplayanda verib ki B verər. Xeyr. A ilə C-ni toplayanda mənfi ədəd deyilir. Yəni bu A üstə gəlsin C bərabər B deməkdir. A ilə C-ni toplayanda 2 mənfi ədəd toplayanda mənfi eləyir. Amma B də müsbətdir. Mənfi ədəd müsbətə bərabər olmaz. D variantında C-ni A-ya bölübdür. Yəni 2 mənfini bir-birinə böləndə müsbət eləyər. Bu da səhvdir. E variantında da B-ni A-ya bölübdür. B də müsbətdir, A da mənfidir. Müsbəti də mənfiyə böldükdə aydın məsələ ki, mənfi etməli idi. Burada müsbət yazıb. Sonra baxaq 25-ci suala. 25-ci sualda verilib ki, funksiyası üçün f1 8-dən böyük, f -1 -2-dən böyük şərtləri ödənərsə,
A üçün hansı münasibət doğrudur? F2 bərabərdir ax kvadratı üstəgəl bx üstəgəl 1. Burada f1 böyükdür 8-dən, f mənfi 1 də böyükdür mənfi 2-dən. Verilmiş bu ifadələri yerinə yazsaq, yəni x-in yerinə 1 yazsaq, olar a üstəgəl b üstəgəl 1 böyükdür 8-dən. Mənfi 1 yazsaq, açıq b üstəgəl 1 böyükdür mənfi 2-dən. Bunu tərəf-tərəfə toplasaq, olar 2a üstəgəl 2 böyükdür 6-dan. 2a böyükdür 4-dən. A da böyükdür 2-dən. Deməli, burada cavab oldu C variantı. Sonra 26-cı sual. Funksiyası üçün f1 6-dan böyükdür. 26-cı sual. f2 bərabərdir ax kvadratı üstəgəl bx üstəgəl 1. f1 böyükdür 6-dan. F mənfi 1 də böyükdür mənfi 4-dən. Yerinə yazsaq, a üstəgəl b üstəgəl 1 böyükdür 6-dan. Mənfi 1 də yazsaq, açıq b üstəgəl 1 böyükdür mənfi 4-dən. Toplasaq, olar 2a üstəgəl 2 böyükdür 2-dən. Buradan 2a böyükdür 0-dan. A da böyükdür 0-dan. Deməli, burada da cavab oldu C variantı. Baxaq 27-ci suala. Təsvir olunmuş parabola hansı funksiyanın qrafikidir? Burada köklərlə veribdir. Deməli, bu beləymiş. Y bərabərdir a x minus x1 x minus x2. Yəni, y bərabərdir a x minus 1 kökün biri 1'dir, biri də 3'dür. x minus 3. Sonra həmin verilmiş funksiya 0-2 nöqtəsindən keçir. 0-2 nöqtəsindən keçir. Yəni, y 2 olanda x 0 olur. A 0 minus 1 0 minus 3. Bu da eləyir 2 bərabərdir a vuraq 3. A da bərabərdir 3'də 2. Onda verilmiş funksiyanın qrafikini y bərabərdir 3'də 2 x minus 1 x minus 3 şəklində göstərə bilərik. Deməli 27-ci sualda 3'də 2 x minus 1 x minus 3 cavab olur D variantı. Sonra baxaq 28-ə. Parabola hansı funksiyanın qrafikidir? 28-ci sual. Burada da köklərlə verilib. Y bərabərdir a x minus x1 x minus x2-dən istifadə edirik. Y bərabərdir a x kökün biri mənfi 1 də olur. Burada müsbət 1. X minus 2 biri də 2'dir kökün. Və verilmiş funksiya 0-3 nöqtəsindən keçir. Gətirib x-ə 0 yazsaq y 3 olmalıdır. 3 bərabərdir 0. Daha doğrusu a 0 plus 1 0 minus 2. 3 bərabərdir. A vuraq mənfi 2. Buradan da a bərabərdir. Mənfi 2'də 3 alarıq. Yerinə yazsaq y bərabərdir. Mənfi 2'də 3. X üstəgəl 1. X çıx 2. Cavab olur B variantı. Sonra 29-cu sual. 29-cu sualda verilib ki, hansı qiymətlərində parabolasının təpə nöqtəsi budur. Y bərabərdir x-in kvadratı üstəgəl px üstəgəl q. Təpə nöqtələrdə mənfi 2.5 ilə mənfi 4 göstərilir. Biz bilirik ki, m bərabərdir mənfi b bölü 2a. Bunu veribdir mənfi 2.5. Mənfi b'miz burada p'dir. Yazıram p. A'mız da 1'dir. Olur burada 2 bərabər mənfi 2.5. Buradan p bərabərdir 5 tapmış olur. Deməli p'miz 5'dir. Sonra isə p'ni bilirik. Aparıb yerinə yazanda, yəni p'nin yerinə 5 yazsaq olar belə. Y bərabərdir x-in kvadratı üstə gələk. Deməli 5x üstə gələk q. Bunu qeyd etdik. Bu parabolanın təpə nöqtəsi idi. Aparıb yerinə yazanda ödəməli idi. Yerinə yazsaq 4 bərabər, mənfi 4 bərabərdir. Mənfi 2.5'in kvadratı 6,25. Mənfi 2.5'i 5'ə vuranda eləyər mənfi 12.5. Mənfi 12.5 üstə gələk q. Mənfi 4 bərabərdir. Mənfi bu eləyər 6,25 üstə gələk q. Buradan q bərabərdir 2,25 tapmış oluruq. Deməli p'miz 5, q'miz 2,25'dir. Sonra baxaq 30-cu suala.
Parabolasının təpəsi OX oxu üzərindədir. Təpə nöqtəsi OX oxun üzərindədirsə, biz bilirik ki, diskriminant bərabər 0 olmalıdır. Diskriminant bərabərdirsə 0-a, onda P kvadrat çıx 4AC, yəni 4 vur 9, 36 bərabər 0. Buradan P bərabər müsbət 6 və P bərabər mənfi 6 olduğunu görərik. Bizə deyir, P parametrin hansı qiymətlərində parabolanın təpə nöqtəsinin apsisi müsbət olar? Parabolanın təpə nöqtəsinin apsisi, yəni mənfi B bölü 2A-dır. Yəni M-dən söhbət gedir, müsbət olmalıdır. Düstura əsasən yazsaq, bizdə şərtdə verilən əsasən olar mənfi P bölünsün 2 böyük 0. Aydın məsələdir ki, bunu hər tərəf mənfi 2-yə vursaq, P kiçik 0 alarıq. P də kiçiksə 0-dan, deməli cavab olar mənfi 6 B variantı. 31-ci suala baxaq. Parabolanın təpə nöqtəsi OX oxu üzərindədir. Yenə diskriminant bərabər 0-dır. P kvadrat çıx 4AC, yəni 64 bərabər 0. Buradan P-yə bir dəfə 8, bir dəfə də mənfi 8 almış oluruq. Təpə nöqtəsinin apsisi mənfidir. Yəni mənfi B'miz orada mənfi P'dir. Bölünsün 2 kiçik 0-dan. Buradan P bölünsün 2 kiçik 0-dan. P də kiçik 0 almış oluruq. P kiçiksə 0-dan. Deməli, burada da cavab olur mənfi 8. Baxaq növbəti 32-ci suala. Y bərabərdir AX kvadratı üstə gələk BX üstə gələk C funksiyası x bərabər mənfi 2 olduqda 7-yə bərabər olan ən kiçik qiymətini alır. Onda belə çıxır ki, bunun təpə nöqtəsinin koordinatları mənfi 2 və 7 imiş. Ən kiçik qiymətini alır. Onda A-sı böyük 0-dır. X bərabər 0 olduqda isə funksiyanın qiyməti 15-ə bərabərdir. X-in yerinə 0 yazdıqda bu 15-ə bərabər olmuş olur. Onda belə çıxır ki, burada C 15 imiş. Funksiyanı belə yaza bilərik. AX kvadrat üstə gəl BX üstə gəlinsin 15 şəklində. Bizə deyir ABC əmsallarını tapın. C-nə aydın məsələ tapmışıq. Gəlin A ilə B-ni tapmağa çalışaq. M bərabər mənfi 2-dir. Sən də M bərabərdir. Mənfi B bölünsün 2A olduğunu bilirsən. Yerinə yazsaq, mənfi 2 bərabərdir. Mənfi B bölünsün 2A. Mənfi getdi. B bərabərdir 4A almış olduq. Gəlin indi isə E-nin düsturunu yazaq. M bərabərdir 4AC minus B kvadrat bölünsün 4A. E-ni də bilirik ki 7-dir. Yerinə yazsaq 4A, C-miz 15-dir, çıx B kvadrat. B-nin də yerinə 4A yazıram. Olur 16A kvadrat bölünsün 4A bərabər 7. Buradan 60A minus 16A kvadrat bərabərdir 28A-ya. Hər tərəfi biz bölsək 4-ə. 15A çıx 4A kvadrat bərabər 7A almış oluruq. 4A kvadrat üstə gəl 7A çıx 15A bərabərdir 0-a. Buradan da 4A kvadratı çıx 8A bərabərdir 0-a. Bunun kökləri A bərabər bir dəfə 0, A bərabər 2. Bu da kvadratik funksiya olduğuna görə A 0 olmaz. Deməli cavab oldu A bərabər 2. A da 2-dirsə, onda B də 4A idi, B də 8-dir. A2, B8, C15, deməli burada cavab oldu C variantı. Sonra baxaq 33-cü suala. 33-cü sualda verilib ki, funksiyasının təpə nöqtəsi mənfi 3 və mənfi 5-dir. Mənfi 3, mənfi 5-dir. X bərabər 0 olanda funksiyanın qiyməti 0,13 olur. Daha doğrusu 0 qoyduqda 13 olur. Onda belə çıxır ki, burada da C 13 imiş. Y bərabərdir AX kvadrat üstə gəl BX üstə gəl 13 şəklində yaza bilərik. M bərabərdir mənfi B bölü 2A. Bunu veribdir mənfi 3. Buradan B bərabərdir 6A tapmış oluruq. B 6A'dır. Sonra N'in düsturundan istifadə edək. 4A C'miz də 13'dür. Çıx B kvadrat. B də 6A'dır. Eləyir 36A kvadrat. Böl 4A. Bərabərdir mənfi 5'ə. Buradan 52A çıx 36A kvadrat bərabərdir mənfi 20A'ya. Deməli 20A'ya. Sonra 72A bərabər 36A kvadrat olar. A buradan 0. Aydın məsələdir, kvadratik funksiya deyə 0 olmur.
A bir dəfədə 2-yə bərabər olmuş olur. A 2-dir, B də 6A-dır. Deməli B də 12 imiş. A-sı 2, B-si 12 və C-si 13 olan E variantı. Sonra baxaq 34-cü suala. M 2 mənfi 5 nöqtəsi y bərabərdir mənfi 2x kvadratı üstə gələk k üstə gəl 2x üstə gələk 2 funksiyasının qrafikinin simmetriya oxu üzərindədir. Gəlin əvvəlcə bunun simmetriya oxunu təyin edək. Simmetriya oxu bilirik ki, x bərabərdir m düz xəttidir. M-i də bilirik ki, mənfi 1 bölü 2a-dır. Yəni mənfi k plus 2 bölünsün 2a. 2 dəfə mənfi 2 eləyir mənfi 4. Bu bərabərdir simmetriya oxuna. Burada mənfilər gedər. Deməli, bunun simmetriya oxunun tənliyi x bərabərdir k plus 2 bölünsün 4. Əgər bu nöqtə 10 üzərindədirsə, onda bunun x-i 2 buna bərabər imiş. Onda 2 bərabərdir. Çünki y-in heç bir fərqi yoxdur. Bunun simmetriya oxu, yəni x bərabər a düz xətti və yaxud da m düz xətti belə yerləşir. Yəni x-in qiymətləri də buna maraqlıdır. Burada da x 2-dir. Yəni x 2-dirsə yerinə yazsaq 2 bərabərdir k plus 2 bölünsün 4. Buradan da k bərabərdir 6 almış oluruq. K 6-dırsa aparıb yerinə yazırıq. Olur y bərabərdir mənfi 2 x-in kvadratı üstə gələk 8 x üstə gələk 2. Təpə nöqtəsinin ordinatını tapın. Yəni n bərabərdir 4ac 4 vur 2 vur mənfi 2 çıx b kvadratı bölünsün 4a. Bu da eləyir mənfi 72, daha doğrusu mənfi 72 deyil, mənfi 80 bölünsün mənfi 8. Bu da eləyir müsbət 10. Cavab oldu E variantı. Sonra baxaq 35-ci suala. 35-ci sualda m mənfi 1 5 nöqtəsi funksiyasının qrafikinin simmetriya oxu üzərindədir. Y bərabərdir x-in kvadratı üstə gələk m üstə gələk 3 x çıx 5. Bunun simmetriya oxu x bərabərdir mənfi 1 bölü 2a-dır. Yəni mənfi x üstə gəl 3 bölünsün 2. Və bu mənfi 1 ona aiddir, olur mənfi 1-ə bərabər. Burada mənfilər gedir, x bərabərdir mənfi 1 tapırıq. Deməli onda belə çıxır ki, parabolun təpə nöqtəsinin ordinatını tapın. Daha doğrusu burada x deyil, burada m plus 3'dür. Buranı düzəldək, m eləyək. Buradan x deyil, m'dir. M mənfi 1'dir. Yerinə yazsaq y bərabərdir x-in kvadratı üstə gələk 2x çıx 5 bərabərdir. Bunu x plus 1'in kvadratı çıx 6 şəklində göstərə bilərik. Burada da təpə nöqtəsinin ordinatı, yəni n-i mənfi 6-ya bərabər olmuş olur. Sonra baxaq 36-cı suala. Tənliyin həqiqi kökləri yoxdur. Ax kvadratı üstə gələk bx üstə gələk c bərabər 0. Tənliyinin həqiqi kökləri yoxdur. Və şərtdə verilib ki, a üstə gəl b üstə gəl c kiçikdir 0. C parametrin ən böyük tam qiymətini tapın. A üstə gəl b üstə gəl c. Ümumən biz buna bir funksiya kimi baxsaq, fx bərabərdir ax kvadrat üstə gəl bx üstə gəl c kimi baxsaq və bunu da 0-a bərabər eləyib. Onda bunu 0 eləməyək, funksiya kimi yazaq. A üstə gəl b üstə gəl c-ni almaq üçün biz f1-i yazmalıyıq. f1 bərabərdir x-in yerinə 1 yazsaq a qalar, b qalar, bir də c qalar. Yəni əmsallar qalır. Bunu kiçik 0 verib. Onda belə çıxır ki, bu f1 kiçik 0 deməkdir. Və tənliyin də həqiqi kökləri yoxdur. Biz bunu qrafik üzərindən izah etsək. Deməli, əgər tənliyin həqiqi kökləri yoxdursa, onda bunun qrafiki ya belə yerləşirmiş və yaxud da bunun qrafiki bu şəkildəymiş. Bu iki dənə haldan biriymiş. Çünki x oxuna kəsişməməlidir. Sonra bizə deməli nə verib? f1 kiçikdir 0-dan. Baxın, almışıq f1 kiçik 0. X-ə 1 verəndə mənfi qiymət olmalıdır. Gəlin belə eləyək. Bunu sürüşdürək bura. Bu buradan da keçə bilər. Fərqi yoxdur onun. f1-ə görə buradan yazıram. Deməli, əgər f1 mənfi qiymət alırsa, fikir verin. Hansında f1 mənfi qiymət alır sizcə? Deməli, ikincidə. Mavi xətlə göstərdiyimiz qrafikdir.
Çünki x-ə 1 verəndə burada mənfi hissəsinə düşür. Və həmin deməli bizə lazım olan bu ikinci mavi qrafikdir. Orada da a kiçikdir 0-dan. Və y-i mənfi hissədə kəsdiyinə görə c də kiçikdir 0-dan. C parametrinin burada ən böyük tam qiyməti nədir? Mənfi 1. Deməli cavab oldu B variantı. Sonra baxaq 37-ci suala. 37-ci sualda da eyni sualdır. Sadəcə burada a plus b plus c böyük 0-dır. Böyük 0. Yəni f1 böyük 0. Artıq f1 böyük 0-dırsa, onda bizə burada artıq qırmızı qrafik lazımdır. Çünki f1 böyük 0, yəni x-in bir qiymətində y müsbət aldığı yer qırmızı qrafikdir. Orada isə c-miz aydın məsələdir ki, y-in müsbət tərəfinə düşür. Onda c böyük 0. C böyük 0-dan bunun ən kiçik tam qiyməti olur müsbət 1. E variantı. Sonra baxaq 38-ci suala. M parametrinin hansı qiymətlərində funksiyası x-in istənilən həqiqi qiymətlərində müsbət qiymət alır? Aydın məsələdir ki, x-in istənilən qiymətini, yəni x-in həqiqi qiymətlərində müsbət qiymət alırsa bu funksiya, onda belə çıxır ki, bu şəkildəymiş. Yəni x-ə nə verirsə verək, bu funksiya həmişə müsbət qiymətlər almış olsun. Belə də olduqda a-sı böyük 0, diskriminantı kiçik 0 olmuş olur. A-sı n plus 2-dir, yəni n plus 2 böyük 0-dan. Buradan alırıq ki, n böyükdür mənfi 2-dən. Sonra isə diskriminant kiçik 0-ı yoxlayaq. Diskriminant nədir? N plus 2-nin kvadratı çıx 4a-sı, yəni 4 vur n plus 2, m çıx 2. Olur kiçik 0. Buradan atsaq m kvadratı plus 4m plus 4. Bunu da açsaq minus 4m kvadratı plus 16 kiçikdir 0-dan. Mənfi 3m kvadratı plus 4m plus 20 kiçik 0-dan. Hər tərəf mənfiyə vursaq, olar 3m kvadratı minus 4m minus 20 böyükdür 0-dan. Burada diskriminant bərabərdir. B kvadrat çıx 4ac, yəni 16 çıx 4 vur 3 vur mənfi 20. Olur 4 vur 3 vur 20. Bu da eləyir 256. Sonra m1 bərabərdir. 4 minus bir dəfə 16 bölünsün 2a. Yəni mənfi 12 bölü 6 mənfi 2. m2 bərabərdir. Bir dəfə də 4 plus 16 bölü 6. Yəni 20 bölü 6. Bu da eləyir 10 bölü 3. Koordinat oxu çəkib göstərsək, mənfi 2 və 10 bölü 3. Aydın məsələdir, bura mənfidir, bura müsbətdir, bura müsbətdir. Bizə müsbət hissələr lazımdır. Mənfi sonsuzluqdan mənfi 2-yə kimi birləşir. 10 bölü 3-dən müsbət sonsuzluğa kimi. Biz yuxarıda şərt qəbul etmişdik ki, m mənfi 2-dən böyük olmalıydı. Onda bunun bu tərəfi bizə lazım deyil. Onda cavab oldu 10 bölü 3 müsbət sonsuzluq. Yəni 3/3-də 1-dən müsbət sonsuzluq. Deməli burada cavab oldu A variantı. Baxaq növbəti 39-cu suala. X-in istənilən həqiqi qiymətlərində mənfi qiymət alır. Deməli, bu mənfi qiymətlər alması üçün hökmən bu belə yerləşməlidir. Yəni bu funksiyanın qrafiki bu şəkildə olmalıdır. Bu şəkildə də olması üçün A-sı kiçik 0, diskriminantı kiçik 0 olmalıdır. A-sı burada n-dir, yəni n kiçik 0 olmalıdır. Diskriminant da n minus 2-nin kvadratı minus 4a-sı 4n n minus 2 kiçik 0-dır. Bunu açsaq olar n kvadrat minus 4n plus 4 minus 4n kvadratı plus 8n kiçik 0-dan. Mənfi 3n kvadratı plus 4n plus 4 kiçikdir 0-dan. Hər tərəfi mənfiyə vursaq 3n kvadratı minus 4n minus 4 böyük 0-dan. Diskriminant bərabərdir. 16 çıx 4 vur 3 vur mənfi 4. Bu da eləyir 64. n1 bərabərdir. 4 üstə gəl 8 bölünsün 6 eləyir 2. n2 bərabərdir. 4 çıx 8 bölünsün 6 bu da eləyir mənfi 3-də 2. Bu da koordinat, daha doğrusu ədəd oxu üzərində göstərsək mənfi 3-də 2 və 2 nöqtələrini. Bizə lazım olan hissə bunun müsbət tərəfidir. Mənfi sonsuzluqdan mənfi 3-də 2-yə kimidir.
birləşir 2-dən müsbət sonsuzluğa kimi. Biz şərtdə qəbul etmişdik ki, n mənfi olmalı idi. Onda bunun bu hissəsi bizə lazım deyil. Cavab oldu -3/2-dən mənfi sonsuzluğa, yəni C variantı. Sonra baxaq 40-cı suala. Rasional əmsallı funksiyanın qrafiki OX oxunu apsisi bu nöqtədə kəsir. Yəni OX oxunu kəsirsə bu nöqtədə, onda belə çıxır ki, bunun köklərindən biri budur. X1 bərabərdir. Kök altında 3 minus 1-in kvadratı. Bunu açsaq olar 3 üstəgəl 1 çıx 2 kök 3. Yəni 4 minus 2 kök 3'dür. Onda x2 də avtomatik 4 üstəgələ 2 kök 3 olur. Yəni bunun səbəbi diskriminantın qarşısında plus minus olmasıdır. Sonra isə nə verir? Bizdən p üstəgəl q-ni istəyir. Q bərabərdir x1 vur x2'dir. Onda bunları bir-birinə vursaq, bunlar da qoşma ədədlərdir. Bir-birinə vurduqda eləyir 16 çıx 12. Yəni 4-ün kvadratı çıx 2 kök 3'ün kvadratı. Bu da eləyir 4. Sonra mənfi p x1 üstəgəl x2'yə bərabərdir. V teoremindən. Bunları da toplayanda eləyir 8. Onda buradan p-ni biz -8 qeyd edə bilərik. P üstəgəl q, yəni -8 üstəgəl 4. Bu da eləyir -4. Cavab olur E variantı. Funksiyasının ən böyük qiymətini tapın. Yəni burada bizə deyir n-i tap. Və yaxud da biz bunu belə yaza bilərik. Y bərabərdir mənfi x minus 1-in kvadratı. Deməli plus 13. Bunun da ən böyük qiyməti eləyir 13. Burada da n ilə n tapa bilərik. Bunu belə yaza bilərik. Y bərabərdir. Deməli qarşısına mənfi atırıq. Mənfi x minus 1-in kvadratı. Buna açanda mənfi x kvadratı plus 2x minus 1 alırıq. Deməli plus 6 yazmaqla ifadəni bərabərləşdirə bilərik. Deməli burada da cavab olur 6. Sonra baxaq 43-cü suala. Funksiyasının qrafiki 3-15 nöqtəsindən keçirsə, onun təpə nöqtəsinin koordinatları cəmini tapın. 3-15 nöqtəsindən keçirsə aparaq üzərində yazaq. Y-ə 15 yazıram, x-ə də 3 olur 3-ün kvadratı üstəgəl 3 üstəgəl c. 15 bərabərdir 12 üstəgəl c. Buradan c-nin də 3 olduğunu tapırıq. Sonra düsturda yerinə yazsaq y bərabərdir x-in kvadratı plus 2 plus 3. Təpə nöqtəsinin koordinatları cəmini istəyir bizdən, yəni n plus n istəyir. Biz onda bunu belə yaza bilərik. Y bərabərdir x üstəgəl 2-də 1-in kvadratı. Buna açanda x-in kvadratı üstəgəl 2 üstəgəl 4-də 1 almış oluruq. Deməli 4-də 1-in də üzərinə mən nə gəlsəm 3 eləyər. Bu da eləyər 2 tam %75. Aydın məsələdir ki, bunun təpə nöqtəsinin koordinatları -0, 10-5, 2 tam %75-ə bərabərdir. Bunları da cəmləsək, eləyər 2 tam %25. Gəlin baxaq növbəti 44-cü tapşırığa. Funksiyasının ən kiçik qiyməti 6-ya bərabərdir. P parametrin hansı qiymətində ən kiçik qiyməti 6-ya bərabərdir? Biz bilirik ki, ən kiçik qiymət 6-sa, deməli n 6-ya bərabər imiş. Gəlin n-i tapaq. N bərabərdir 4ac, yəni 4p çıx b kvadrat, yəni 4 bölünsün 4a, yəni 4 bərabərdir 6-ya. Buradan 4p çıx 4 bərabər 24-ə. Buradan p bərabərdir 7 olmuş olur. Deməli burada da cavab oldu 7. Sonra 45-ci sual. P parametrin hansı qiymətində ən böyük qiymət 5-dir? Onda n bərabərdir 4ac, yəni -4p çıx b kvadrat, yəni 4 bölünsün 4a, yəni -4 bərabərdir 5-ə. -4p minus 4 bərabər -20-yə. Buradan da p bərabərdir 4 olmuş olur. Deməli burada da cavab oldu 4. Sonra baxaq növbəti 46-cı suala. N parametrin hansı qiymətində funksiyasının qrafiki apsis oxuna koordinat başlanğıcından solda toxunar. Baxın, apsis oxuna toxunur. Deməli onda belə çıxır ki, bu diskriminant bərabər imiş 0-a. 46-cı sualdan söhbət gedir. Gəlin diskriminant bərabər 0-ı həll edirik. Olur belə 2m üstəgəl 2-nin kvadratı çıx 4. A-mız onsuzda 1-dir. C-miz 1 minus 4m-dir. Bərabər 0. Bunu açsaq olar 4m kvadratı üstəgələk 4 üstəgələk 8m çıx 4 üstəgələk 16m bərabər 0. 4m kvadratı üstəgələk deməli 24m
bərabər 0. Buradan n bərabərdir bir dəfə 0-a. Bir dəfə də n bərabərdir -6 tapmış oluruq. Apsis oxundan solda toxunurdu. Deməli solda toxunursa, baxın, bunun qrafiki deməli bu şəkildəymiş. Asıl onsuz böyükdür 0-dan. Onda belə çıxır ki, bu təpə nöqtəsinin apsisi müsbət imiş. Yəni n müsbət imiş. Gəlin n bilirik nədir? -b/2-dir. Onu müsbət götürək. -2m üstə gəl 2 bölünsün 2a, yəni 2 böyük 0. Hər tərəf -2-yə vursaq 2m plus 2 kiçik 0 olar. 2m kiçikdir -2-dən. M də kiçikdir -1-dən. Deməli burada -1-dən kiçik qiymət -6-dır. Daha doğrusu bizdə solda toxunar deyil, biz sağda qeyd eləmişik. Yəni solda toxunursa onda bu şəkildə olmalıdır. Burada m kiçik 0. Onda işarə dəyişməlidir də bir dənə. Burada alırıq m böyükdür -1-dən. Yəni bu işarələr dəyişməlidir. Aha, m -1-dən böyüksə cavabımız olur 0. Deməli burada cavab oldu nə? 0. 47-ci sual. Simmetriya oxunun tənliyi verilibdir. Təpə nöqtəsi apsis oxu üzərindədir. N plus n zəmin tapın. Simmetriya oxunun tənliyini biz biliriksə, biz bilirik ki, onda simmetriya oxunun tənliyi x bərabərdir m-ə. Bu da x bərabər -3 veribdir. Deməli onda bunun m-i -3 imiş. Yaxşı, m -3-dürsə, m dediyimiz bu düsturda verilən m deyil ha. Yəni təpə nöqtəsinin apsisi nəzərdə tutmuşuq biz. Çünki bizim özümüzün bildiyimiz kitabdan oxuduğumuz m -3-dür. Deməli m-i də bilirik. -b bölünsün 2a, bu bərabər -3-ə. Yerinə yazsaq -m-1 bölünsün 2 bərabər -3-ə. Mənfilər getsə m bərabər 7 almış oluruq. Yerinə yazsaq y bərabərdir x-in kvadratı plus 6x plus n. Təpə nöqtəsi apsis oxu üzərindədir. Apsis oxu üzərindədirsə, onda belə çıxır ki, bunun ordinatı 0 imiş. Ordinatı 0 imiş. Əla. Apsis oxu üzərindədirsə, təpə nöqtəsinin birini bilirik, -3-dür. Ordinat da 0 olmalıdır. Gətirək yerinə yazaq. 0 bərabərdir 9 çıx 18 üstə gəl n. Buradan da n bərabərdir 9 tapmış oluruq. Bizə də n plus n cəmini istəyir. Yəni 7 üstə gələk 9. Bu da eləyir 16. Deməli burada da cavab oldu 16. Sonra baxaq 48-ci suala. 48-ci sualda nə verilib? Simmetriya oxunun tənliyi x bərabər -2-dir. Onda belə çıxır ki, təpə nöqtəsinin apsisi -2 imiş. Təpə nöqtəsi apsis oxu üzərindədir. Onda bunun ordinatı da 0-dır. Apsis oxu üzərində yerləşirsə. Onda yaza bilərik ki, -b bölünsün 2a bərabərdir -2-yə. -p üstə gələk 1 bölünsün 2 bərabər -2-yə. Buradan p bərabərdir 3 olduğunu alırıq. p 3-dür. Yerinə yazsaq y bərabərdir x-in kvadratı. Üstə gələk 4x üstə gələk 2. Və bu -2 0 nöqtəsindən keçir. Olur 0 bərabərdir 4 çıx 8 üstə gəl 2. Buradan da 2 bərabər 4 olduğunu alırıq. 4-ün üstünə də 3 gəlsək, yəni p plus 2-ni tapmış oluruq. 4 üstə gəl 3 eləyir 7. Deməli 48-ci sualda da cavab oldu 7. Sonra baxaq 49-cu suala. K parametrin hansı qiymətinə funksiyasının qrafiki apsis oxuna toxunur? Apsis oxuna toxunursa, deməli onda diskriminant bərabər imiş 0-a. Bunun diskriminantını tapsaq, 2 deməli k minus 1-in kvadratı çıx 4. A-mız 2k çıx 5-dir. C-miz də 3-dür. C-miz də 3-dür. Bərabərdir 0-a. Bunu açsaq 4k kvadratı plus 4 minus 8k minus 8k. Daha doğrusu burada 3 də var. 3-ü də nəzərə alaq. 12 2'ye vursaq 24k. Sonra 12'ni 5'e vursaq eləyər 60. Bərabər 0. 4k kvadratı minus 32k plus 64 bərabər 0'a. 4'ə bölsək k kvadratı minus 8k plus 16 bərabər 0. Bunun da həlləri k bərabərdir 4'ə. Bizə deyir k parametrinin hansı qiymətində? Deməli 49-cu sualda da cavab oldu 4. Baxaq 50-ci suala. M parametrinin hansı ən kiçik qiymətində funksiyasının qrafik apsis oxuna toxunur? Deməli burada da diskriminant bərabər 0 olmalıdır.
Yəni 3m üstə gələk 6-nın kvadratı çıx 4 vur 9 vur 7m minus 10 bərabər 0. Aşsaq olar 9m kvadratı plus 36 plus 36 deməli m minus 4 dəfə 9 36 eləyər. 36-nı 10-a vursaq eləyər 360. Sonra çıxaq. 36-nı vursaq 7m-ə. 36-nı 7-yə vuranda deməli 36-nı 7-yə vuranda eləyər 252m bərabərdir 0. Buradan 9m kvadratı m-ləri bir hesablasaq. M-ləri bir hesablasaq. Daha doğrusu elə biz bunu hər tərəfini 9-a bölə bilərik də rahatlıqla. Yəni 9-a bölək. 9-a bölsək burada qalır m kvadrat. Burada qalar 4. Burada qalar 4m. Burada qalar 40. Deməli bunu da 9-a bölsək qalar burada 28m bərabər 0. M kvadratı minus 24m plus 44 bərabər 0. Buradan m-ə bir dəfə 22. M-ə bir dəfə də 2 tapmış oluruq. Yəni hasili 44, cəmi 24 olan ədədlər. Bizə m parametrinin kiçik qiyməti lazımdır. Cavab burada olur 2. Baxaq 51-ci suala. Sonra deyir ki, m-in hansı ən kiçik qiymətində parabolasının təpə nöqtəsi 1-ci rübdə yerləşir. Təpə nöqtəsi 1-ci rübdə yerləşirsə, baxın bu şəkildə olmalıdır. Burada m-i də böyükdür 0-dan, n-i də böyükdür 0-dan. Və m-lə n nədir? Təpə nöqtələrinin koordinatları. Mənfi b bölü 2a böyükdür 0-dan. Yerinə yazsaq, mənfi 2m minus 10 bölünsün 2a, yəni 2 böyükdür 0-dan. Mənfi 2-yə vursaq 2m böyükdür. Daha doğrusu 2m minus 10 kiçikdir 0 olar. Buradan m kiçikdir 5 almış oluruq. M-i tapdıq 5-dən kiçik. İndi gəlin bir dəfə də n-i tapaq. N nə idi? 4ac minus b kvadrat. Yəni 4 a-mız 1-dir. C-miz m kvadrat çıx b kvadrat. Yəni 4 m çıx 5-in kvadratı bölünsün 4-a. Yəni 4 böyük 0. Bunu hər tərəfini 4-ə bölsək, yəni ixtisar aparsaq m kvadrat çıx m çıx 5-in kvadratı böyükdür 0-dan. Buranı da həllikdəsi olsaq, m kvadratı çıx m kvadratı üstə gəl 10m çıx 25 böyük 0-dan. Buradan m böyükdür 2 onda 5 alırıq. 2 onda 5-dən böyük, 5-dən kiçik. M-in ən kiçik tam qiyməti 2 onda 5-dən böyük ən kiçik tam ədəd deməli 3-dür. 51-ci sualda da cavab oldu 3. Baxaq 52-ci suala. 52-ci sual. Verilib 2 dənə funksiya, əmsallar tam ədədlərdir. Funksiyalar üçün c-nin ala biləcəyi ən kiçik qiyməti tapın. Deməli, f(x) üçün yazaq. f(x) bərabərdir. a(x)in kvadratı üstə gəl b(x) üstə gəl c-dir. Və f(x)in köklərini veribdir hətta. f(x)in kökləri nədir? -5, -1. Onda biz f(x)i belə yaza bilərik. f(x) bərabərdir. a(x) minus x plus 5 olur. Çünki kökü mənfidir biri. O birisi də mənfidir x plus 1. Sonra j(x)i veribdir. dx kvadrat üstə gəl ex üstə gəl c. Onda j(x)i də yaza bilərik. d kökün biri 3'tür. Aha, onda biz burada fikir verin, x oxuna toxunur. Toxunursa bunun 2 bərabər kökü var. Onda biz yaza bilərik x çıx 3'ün kvadratı şəklində. Deməli, yazdığımız gx-in açsaq, əgər biz gx, daha doğrusu gəlin birinci f(x) açaq yazaq. Deməli, aşağıdan yazıram f(x) bərabərdir. ax kvadratı olur. Üstə gələk 6ax, üstə gələk 5a. Gx-i də açsaq əgər, olur belə. dx kvadratı çıx 6 dx üstə gəl 9d. Və biz şərtdə görürük ki, f(x) ilə gx-in c-ləri bərabərdir. Onda yaza bilərik 9d bərabərdir 5a-ya. Buradan d bərabərdir 9-da 5a olur. Gətirək yerinə yazaq. Olur gx bərabərdir 9-da deməli
9'da 5 ax kvadratı. Çıxaq 6 vuraq 9'da 5, 9'da 30, yəni 3'də 10 ax artıq d-ni əvəzləyirik a ilə. 9 d-nin yerinə də 5 a yazaq. Bu olsun belə. Sonra nə fikirləşirik? Əmsalları tam ədədlərdir deyə x kvadratın qabağı tam ədəd olmalıdır və burada x-in qabağı da tam ədəd olmalıdır. Onda a burada elə bir ədəddir ki, 9'a da bölünür, 3'ə də bölünür. Onda belə çıxır ki, bu ən kiçik qiymət istədiyinə görə biz a-ya 9 qeyd edirik. A 9'dur. A 9'dursa onda burada C5A daxı. Sərbəst ədədə C. C5A-dırsa 5 vurulsun 9 deməli 45'ə bərabərdir. Deməli burada cavab olur 45. Və yaxud da birbaşa belə də fikirləşə bilərdik. Burada C5A-dır, 9D-dir. C elə bir ədəddir ki, 5'ə də bölünür, 9'a da bölünür. Hansı ədəddən kiçik elə bir ədəd? O da 45'dir. Bunu belə də qeyd edə bilərdik. Sonra baxaq 53'ə. Uyğunluğu müəyyən edin. 53-cü sual. Deməli, birinci üçün yazaq. Y bərabərdir. X çıx 2'nin kvadratı plus 6. Bunun təpə nöqtəsinin koordinatları 2 və 6'dır. Sonra ikinci. Olur belə. Y bərabərdir. X üstəgəl 3'ün kvadratı plus 3. Bunun da təpə nöqtələri mənfi 3 müsbət 3'dür. Sonra baxaq üçüncüyə. Y bərabərdir. X çıx 4'ün kvadratı plus 2. Təpə nöqtəsinin koordinatları 4 və 2'dir. Deməli, təpə nöqtəsi mənfi 3, 3 olan hansı idi? İkinci idi. Deməli, 2'yə uyğundur A variantı. Təpə nöqtəsi 2, 6'dır. Bura uyğundur B variantı. Qaldı azalma. A-sı burada müsbətdir deyə hamısının A-sı müsbətdir. Onda mənfi sonsuzluqdan M-ə kimi olanda azalır. M-dən müsbət sonsuzluğa artır. Onda A variantındakında olur mənfi sonsuzluqdan 2'yə kimi azalma. Bu harda var? D variantında. Burada mənfi sonsuzluqdan mənfi 3'ə kimi azalır. Bu yoxdur variantlarda. Mənfi sonsuzluqdan 4'ə kimi azalır. Daha doğrusu bu 3'ü də alır, 4'ü də alır. Mənfi sonsuzluqdan 4'ə kimi azalır. Bu da var C variantında. Sonra bunun artma yeri 2'dən müsbət sonsuzluğadır. Belə bir şey yoxdur. Bunun artma yeri mənfi 3'dən müsbət sonsuzluğadır. Bu da yoxdur. Bunun artma yeri 4'dən müsbət sonsuzluğadır. 4'dən müsbət sonsuzluğa artır. Belə bir variant da yoxdur. Baxaq növbəti 54-cü suala. Funksiyası üçün uyğunluğu müəyyən edin. 54-cü sual. Deməli 54'də birincidə qrafikin qolları yuxarı deyə A böyük 0'dır. X-i 2 yerdə kəsir deyə diskriminant böyükdür 0'dan. Sonra B-nin işarəsini təyin eləyək. Burada M mənfidir. Daha doğrusu M müsbətdir. Fikir verin, X-in müsbət yerinə düşür. M əgər müsbətdirsə, onda mənfi B böl 2A müsbət olmalıdır. Gəlin bunu belə yazmayaq. M müsbətdə bunu yadımızda saxlayaq. Biz də bilirik M bərabər mənfi B böl 2A'dır. Onda B bərabərdir mənfi 2A qeyd edə bilərik. M müsbətdir və burada A da müsbətdir. Onda 2 müsbət 1 mənfi. Bu eləyər deməli B mənfi. B kiçik 0'dır. Sonra C'si də fikir verin. Y-in müsbət tərəfidir. C'si də böyükdür 0. ABC hasili mənfidir. Bəli, doğrudur. 2 dənə müsbət, 1 dənə mənfi. Mənfi eləyər. Deməli 1'ə uyğundur A variantı. Sonra B kvadrat. Bu B kvadrat çıx 4AC bərabər 0 deməkdir. Yəni diskriminant bərabər 0 xeyr. Diskriminant bərabər 0 ikincidədir. Görürsünüz X oxuna toxunur. Bura B-ni qeyd edə bilərik. Sonra C variantında. C variantında verib mənfi diskriminant bölünsün 4A. Mənfi diskriminant bölünsün 4A. Gəlin buna baxaq. Birincidə A-mız onsuz da müsbətdir. Bizə böyük 0 deyir orada C variantında. A-mız müsbətdirsə, onda D-miz mənfi olmalıdır ki, ifadəmiz doğru olsun. Yəni diskriminant kiçik 0 olmalıdır. Diskriminant kiçiksə 0'dan, A-sı da böyüksə 0'dan, bu üçüncü də var da belə bir şey. Düzdürmü? X oxuna dəymir, toxunmur. Deməli bu C variantı bura aiddir.
Diskriminantı böyükdür sıfırdan 2 dənə kökün olması anlamına gəlir. Deməli D variantı 1-dədir. Diskriminantı kiçik sıfırdan E variantı da buradadır. Funksiyalar üçün uyğunluğu müəyyən edin. 55-ci sual. Deməli x-in kvadratı minus 1. Bunun qiymətlər çoxluğu A-sı 1-dir. Yəni A-sı sıfırdan böyükdür deyək. Olur mənfi 1-dən müsbət sonsuzluq. Qiymətlər çoxluğu mənfi 1 müsbət sonsuzluq. Belə bir variant da verilib D variantında. Bura uyğundur D variantı. Sonra bu birisinin qiymətlər çoxluğu, ikincinin qiymətlər çoxluğu olur mənfi sonsuzluqdan sıfıra kimi. Çünki burada n sıfırdır. Olur mənfi sonsuzluqdan sıfıra kimi. Sıfırın özündə alır. Belə bir şey varmı? Bu da yoxdur. Üçüncüdə qiymətlər çoxluğu 1-dən müsbət sonsuzluğadır. Çünki n-i 1-dir, A-sı da sıfırdan böyükdür. Burada da var C variantı. Bura bir dənə də C-ni yaza bilərik. Qrafika ordinat oxunu 0,1 nöqtəsinə kəsir. Yəni x-ə 0 verəndə 1 alsın. Bu da üçüncüyə uyğundur. Deməli onda A variantını burada yaza bilərik. Sonra apsis oxuna 1,0 nöqtəsinə toxunur. Yəni x-ə 1 verdikdə y-ə 0 olmalıdır. Bu da aydın məsələdir ki, birincədədir. 1-ə E variantını qeyd edirik. Daha doğrusu burada toxunur deyir. Üzərində yerləşir yox. Toxunursa onda bu tam kvadrat olmalıdır da diskriminant bərabər 0. Toxunma olduğuna görə burada E variantını biz ikinciyə ayırd edə bilərik. Apsis oxunu 2 müxtəlif nöqtədə kəsir. Yəni 2 müxtəlif nöqtədə kəsirsə onda bunun diskriminantı böyükdür sıfırdan. Birinciyə baxsaq burada onun kökləri onsuz da mənfi 1 müsbət 1-dir. Ona görə biz B-ni bura ayırd edə bilərik. Sonra baxaq 56-ya. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Burada da eyni şeydir. Bunun təpə nöqtəsinin koordinatları mənfi 2, mənfi 3-dür. Görək bizdə nələr var ümumən. Təpə nöqtəsi 1 və mənfi 1-dir. Görək hardadır o 1, mənfi 1. Biz bu ikincini belə yaza bilərik. 3, 2x, üstə gələk 1-in kvadratı. Bunu açsaq 3x kvadrat plus 3. Daha doğrusu plus 6x plus 3, 3, 9 plus 2, minus 2 alarıq da, düzdürmü? Daha doğrusu plus 3, minus 4 alarıq. Bunun təpə nöqtələri olur mənfi 1, mənfi 4. Burada 7-ni çıxarsaq kənara, qalar belə x minus 2-nin, x minus 1-in kvadratı. Bunu açsaq 7x kvadrat ilə çıx 14x plus 1 plus 7 minus 1. Təpə nöqtəsinin koordinatları bəli burada 1, mənfi 1-dir. Deməli bura uyğundur A variantı. 3-ə uyğundur 1-i A variantı. Ən kiçik qiymətini x bərabər mənfi 1 nöqtəsində alır. Yəni təpə nöqtəsinin apsisi mənfi 1 olmalıdır. Fikir verin, bunun təpə nöqtəsinin apsisi mənfi 1-dir. Deməli 2-yə uyğundur 1-i B variantı. Ən kiçik qiymət mənfi 3-dür. Yəni n-sı mənfi 3-dür. Bu da A variantın daha doğrusu birincidə verilibdir. C-ni yaza bilərik 1-ə. Ən böyük qiymət 7-dir. Xeyr, elə bir şey. Deməli, ən böyük qiymət 7-dir. İkincidə biraz yanlışlıq var. Bunu düzəldək. Bura 10 olmalıdır ki, mənfi 7 eləsin də bunu açanda. Ən böyük qiymət 7-dir. Bu yoxdur. O y oxunu 0,6 nöqtəsində kəsir. Yəni sərbəst həddi 6-dır. Bu da üçüncüdə var. Burada bir dənə E variantını qeyd edə bilərik. Deməli 56-cı sualda 1-ə C, 2-yə B, 3-ə də A-yı almış olduq. Baxdıq 57-ci suala. Təpə nöqtəsi. Bunun təpə nöqtələri buradan qeyd eləyək. Mənfi 2 yox, müsbət 2, müsbət 2, müsbət 6. Bunun təpə nöqtələri biz bunu belə yaza bilərdik. 2, x minus 2-nin kvadratı. Bunu açsaq 2x kvadrat eləyər. Minus 8x plus 4 plus 8. Bura bir dənə minus 11 yazıram ki, doğru olsun. Sonra buradan 9-u kənar çıxarsaq x minus 1-in kvadratı yazsaq. 9x kvadrat minus 18x plus 9. Deməli bura bir minus 2 yazsaq doğru olmuş olur. Bunun təpə nöqtələri 1, mənfi 2-dir. Bunun təpə nöqtələri 2, mənfi 11-dir. Bununki də 2, 6. Təpə nöqtəsi 1, mənfi 2-dir. Hansına uyğundur? Üçüncüyə. Deməli üçüncüyə uyğundur A variant. Ən kiçik qiymətinin x 2 olanda, yəni m-i 2-dir.
M 2 olduqda alır. Ən kiçik qiymət. Fikir verin, ən kiçik qiymət. Deməli, ən kiçik qiymət alırsa, burada A böyük 0 olmalıdır. A-sı da böyükdür 0 olan və M-i də 2 olan ikinciyə uyğundur. Burada yazırıq B variantını. Ən böyük qiymət 6-dır. Yəni N-sı 6-dır. Bu birinciyə uyğundur. Bura bir dənə C-ni də yazırıq. Ən kiçik qiymət 5-dir. Bu heç birinə uyğun deyil. O-Y oxun 0,7-də kəsir, yəni sərbəst ədəd 7-dir. Bura bir dənə də E variantını yaza bilərik. Baxaq 58-ci suala. Yenə eyni tipli sualdır. Parabolanın təpə nöqtəsi 3-cü rubdə yerləşir və s. ən kiçik qiymətlər lazımdır. Gəl baxaq. Biz bunu belə yaza bilərik. Mənfi deməli x minus 2-nin kvadratı. Bunu açsaq olar mənfi x kvadratı minus, daha doğrusu plus 4x. Açanda sərbəst hədd burada alınır. Minus 4. Bizdə sərbəst hədd 0 deyə bura bir dənə plus 4 yazıram. Bunun təpə nöqtələri məlum məsələdir ki, olur 2 və 4. Sonra bu birisini yaza bilərik. X üstəgəl 3-ün kvadratı minus 16. Bunun da təpə nöqtələri mənfi 3, mənfi 16-dır. Aydın məsələdir ki, 3-cüdə də təpə nöqtəsinin koordinatları 2, 0 nöqtəsidir. Verilib ki, parabolanın təpə nöqtəsi 3-cü rubdə yerləşir. Yəni, hər ikisi mənfi olan bu ikinciyə uyğundur. 2-yə uyğundur A variantı. Ən kiçik qiyməti mənfi 16-ya bərabərdir. Bunu da ən kiçik qiyməti mənfi 16, yəni N-sı mənfi 16-dırsa, bu da ikinciyə uyğundur. Deməli, ikinci AB-dir. Funksiyanın ən kiçik qiyməti mənfi 7-dir. Funksiyanın ən kiçik qiyməti mənfi 7-dir. Belə bir hal yoxdur. Parabola koordinat başlanğıcından keçir. Yəni 0, 0 nöqtəsindən keçir. X-ə 0 verəndə Y də 0 olmalıdır. Bu birincidə verilibdir. Yəni X-ə 0 verəndə 0, 0 alırıq. Bura uyğundur D variantı. Parabolanın təpə nöqtəsi apsis oxu üzərindədir. Yəni apsis oxu üzərindədirsə Y 0 olmalıdır. Bu da aydın məsələdir. 3-cüdədir. 3-ə bir dənə də E variantını yaza bilərik. Deməli 58-ci sualda 1-ə D, 2-ə A, B, 3-ə E variantını almış olduq. Sonra baxaq 59-a. 59-cu sualda deməli verilib ki, P-nin hansı ən kiçik tam qiymətində parabolanın təpə nöqtəsi 3-cü rubdə yerləşir. Parabolanın təpə nöqtəsi 3-cü rubdədirsə, onda belə çıxır ki, bunun M-i də kiçik 0, N-i də kiçik 0 olmalıdır. Gəlin M-i tapmağa çalışaq birinci. Mənfi P minus 6 bölünsün 2 kiçik 0. P minus 6 hər tərəf mənfiyə vursaq böyük 0. P-ni tapırıq böyük 6. P 6-dan böyükdür. Sonra bir də baxaq N-ə. N nə idi? 4AC, yəni 64 çıx B kvadrat, yəni P minus 6-nın kvadratı bölək 4. Böyük 0. Bu şərt ödənməlidir. Hər tərəf 4-ə vursaq 64 böyükdür P minus 6-nın kvadratı. Kök alsaq modulda P minus 6 kiçikdir 8-dən. Bu da P minus 6-nın 8-dən kiçik və mənfi 8-dən böyük olduğunu göstərir. Hər tərəf 6 əlavə eləsək mənfi 2-dən böyükdür P, 14-dən kiçikdir. Və biz yuxarıda da P-nin 6-dan böyük olduğunu tapmışdıq. Deməli P mənfi 2-dən böyük deyil, müsbət 6-dan böyük olmalıdır və 14-dən kiçik olmalıdır. Daha doğrusu bu kiçik 0 olmalıdır. En kiçik 0. Onda bu işarələri dəyişirik. Deməli olur. Belə buranı da düzəldək. Bir dəqiqə. Aha. Onda burada P minus 6 bir dəfə 8-dən böyük, yəni P 14-dən böyük olmalıdır. Bir dəfə də P minus 6 kiçik mənfi 8 olmalıdır, yəni P kiçik mənfi 2-dən. Biz yuxarıda P-nin 6-dan böyük olduğunu tapmışdıq. Onda mənfi 2-dən kiçik olmaz. P 6-dan böyük və 14-dən də böyük olmalıdır. 14-dən də böyük bilirik ki 15-də ən kiçik tam qiymət. Sonra baxaq 60-cı suala. Qrafikin verilibdir. Deməli AB 4-dür. AB məsafəsi 4-dür. B-ni də veribdir. Mənfi 3, 0. Gəlin bunu özümüz buradan çəkək. Deməli bu olsun bizim qrafik. Aha. Bura B nöqtəsi qeyd edilib və bura yazıb mənfi 3. B-ni veribdir. Bura 3-dür. Aydın məsələdir ki, Y-i kəsən nöqtə C-dir. Bax, bura C-dir. Yəni C-ni tapdıq artıq 3.
AB məsafəsi 4. Bura bir x yazsaq, biz bilirik ki, x-dən -3'ü çıxanda 4 verməlidir. X plus 3 bərabərsə 4'ə, onda x bərabər 1. Bura oldu 1. Bunu da A yazıbdır. Onda A'nın koordinatı olur 1, 0 nöqtəsi. İndi bizə A, B, C lazımdır ki, biz A'dan B'ni sonra da C'ni çıxa bilək. Qrafik düsturumuz belədir. AX kvadrat üstə gəl BX üstə gələk C şəklindədir. Gətirək yerinə yazaq. Y bərabərdir. AX kvadrat üstə gəl BX üstə gəl 3. Bu nöqtənin koordinatı -3, 0'dır. Bu nöqtənin koordinatı 1, 0'dır. Yerinə yazsaq 0 bərabərdir. -3 yerinə yazanda olur 9 açıq 3 B üstə gəl 3. 1 yerinə yazanda olur 0 bərabərdir A üstə gəl B üstə gəl 3. Bunu 3'ə vurub tərəf-tərəfə toplasaq 0 bərabərdir 12A üstə gəl 12. Buradan A bərabər -1 olduğunu görərik. A əgər -1'dirsə, tənliklərdən istədiyimiz birində yerinə yazıb B-ni də tapa bilərik. 0 bərabərdir -1 üstə gəl B üstə gəl 3. Buradan B bərabər -2 olduğunu görərik. -1 çıxaq -2 çıxaq 3. -1 üstə gəl 2 çıx 3. Bu da eləyir -2. Deməli 60-cı sualda da cavab oldu -2. Sonra baxaq 61-ci suala. 61-ci sualda da B'nin koordinatını verib -2, 0 nöqtəsi. Deməli bunu çəksək buradan. Bu olsun belə. Bura yazaq -2, -2. Burada yazaq x. Bizə veribdir AB-ni məsafəsini 3'ə. Yəni x-dən çıxaram -2'ni veribdir 3. Buradan x bərabərdir. Deməli 1 almış oluruq. Deməli onda bu nöqtənin koordinatı 1, 0 imiş. Bu da ki aydın məsələdir, -2, 0'dır. Bu C-dəki 2'dir, yəni y kəsdiyi yer. Onda bunun düsturu belə imiş. Y bərabərdir AX kvadratı üstə gəl BX üstə gəl 2. Gətirib yerinə yazsaq 0 bərabərdir 4A çıx 2B, yəni x-ə -2 yazanda 0 olmalıdır. Üstə gəl 2. Bir dəfə də 1 yazsaq 0 olmalıdır. A üstə gəl B üstə gəl 2. Bunu 2'yə vurub toplasaq 0 bərabərdir 6A üstə gəl 6. A bərabər -1. A -1'dirsə yerinə yazanda 0 bərabərdir -1 üstə gələk B üstə gələk 2. Buradan da B bərabərdir -1 olduğunu görərik. A üstə gəl B, yəni elədi -2. Çıx C, C də 2'dir. Bu da eləyir -4. Deməli 61-ci sualda da cavab oldu -4. Sonra baxaq 62-ci suala. Deməli 62. K parametrin hansı qiymətində qrafiki verilmiş funksiyası üçün 5AO bərabərdir 3AB. Deməli həmin qrafiki çəksək buradan. Bu olsun bizim qrafik. Bura O nöqtəsidir, bura A nöqtəsidir, burada B nöqtəsi olmuş olar. Deməli 5AO. Misal üçün biz bu nöqtənin apisinə yazsaq balaca A. AO'ya daha doğrusu bu nisbəti buradan yazıram. 5AO bərabərdir 3AB. Buradan AO bərabərdir 3K. AB bərabərdir 5K olmuş olur. Biz AO'ya 3K yazsaq, yəni bu nöqtənin koordinatı 3K olsa, AB də 5K'dır. Onda bura olmalıdır 8K ki, çünki B'dən A'nı çıxanda AB olsun 5K. Deməli bunun kökləri 3K və 8K'dır. Və biz buranı tapa bilərik rahatlıqla. Simmetriyasını, yəni təpə nöqtəsinin apsini 3K ilə 8K'nı toplayıb 2'yə bölsək, alırıq 5, 10 da 5K. Verilmiş düsturdan, yəni y bərabərdir -x kvadratı plus 11x plus 2K minus 6. Yeri gəlmişkən bizim yazdığımız K ilə bu K eyni deyil. Buradan m'i tapa bilərik. M bərabərdir -b bölünsün 2A, yəni -2. Bu da eləyir 5 onda 5. Biz də simmetriyasını tapmışdıq. 5 onda 5K bərabərdir 5 onda 5 olmalıdır. Deməli bu K 1 imiş. K 1'dirsə onda bu nöqtə
3 0 nöqtəsiymiş A nöqtəsi. B nöqtəsi də 8 0 nöqtəsiymiş. Tənliyin kökləri 3 və 8 isə hasil eləyir 24. Tənliyimizdə bizə verilən bu tənlikdə kökləri hasili 2k minus 6 böl mənfi 1'dir. Bu bərabər olmalıdır 24'ə. Buradan 2k minus 6 bərabər mənfi 24'ə. 2k bərabər mənfi 18'ə. Buradan k bərabər mənfi 9 tapmış oluruq. Baxaq növbəti 63-cü suala. 63-cü suala. Funksiyanın qrafiki, deməli qrafiki üçün C60 nöqtəsi BC perpendikulyardır OC-yə. Yəni bu düzbucaqlı trapesiyaymış. ABC o trapesiyasının sahəsini tapın. Gəlin əvvəlcə deməli A nöqtəsinin koordinatını tapmağa çalışaq. A nöqtəsi sərbəst həddir. Yəni verilmiş funksiyanın sərbəst həddi burada 8'dir. Deməli A nöqtəsi 0,8 nöqtəsini ifadə edir. 0,8. Yəni buradan bura qədər olan məsafə 8'ə bərabərdir. Bunu bildik. Sonra C nöqtəsini veribdir 0,6. Onda biz bura 6 məsafəsi qeyd edə bilərik. Bu da oldu əla. Sonra başqa nə qeyd edə bilərik? Fikir verin. C nöqtəsi 6 0 olduğundan B nöqtəsinin də x-i 6'dır. X-i 6'dırsa gəlin y-ni tapaq. 6 yazanda yerinə olur mənfi 36. Üstə gəlir 42. Üstə gəl 8. Bu da eləyir 14. Onda belə çıxır ki B nöqtəsinin y-i də 14 imiş. Onda buradan bura qədər məsafə 14'dür. Biz bu trapesiyanın sayısını tapmaq üçün 8 üstə gəl 14 bölünsün 2 vuraq h. Yəni bundan istifadə etməliyik. Bu da bərabərdir. 22'ni 2'ye böləndə eləyir 11 vur 6. Buradan alırıq 66. Deməli 63-cü sualda da cavab oldu 66. Bunlar maraqlı suallardır. Bu son suallar. Sonra baxaq 64-cü suala. Apsis oxunu mənfi 2 0 və 6 0 nöqtələrində kəsən funksiyasının qrafikinin təpə nöqtəsi M-dir. ABC işbucağın sayısı 24'dür. Cədvəli doldurun. Apsis oxunu mənfi 2 0 nöqtəsində kəsir. Deməli onda bunun köklərindən biri x1 mənfi 2 imiş. x2 də 6 imiş. Onda biz bunun qursaq belə olar. Y bərabərdir. AX minus x1 yəni plus 2 bir də x minus 6 şəklində göstərə bilərik. Bunu da açası olsaq olar belə y bərabərdir ax kvadratı. Deməli çıxaq 4 ax çıxaq 12 x. Daha doğrusu x yoxdur artıq 12. Bizə də vermişdi fx bərabər ax kvadrat üstə gəl b2 üstə gəl c. Belə vermişdi. Fx bərabər ax kvadrat üstə gəl b2 üstə gəl c. Aydın məsələ ki c buradan mənfi 12'dir. Sonra b də bərabərdir mənfi 4a olmuş olur. Bizə verib ki a mənfidir. Sonra ABC işbucağın sayısı 24 olarsa cədvəli doldurun. Gəlin bunu təsəvvür etməyə çalışaq. Tutaq ki bu olsun bizim koordinat sistemimiz. Buran verib mənfi 2. Buran da veribdir 6. Və a da mənfidir. Deməli bu belə keçir. Deməli bu belə keçməlidir. Deməli bunu biraz da düzəldək. Deməli bu 6'nı götürək buradan yazaq. Aha. Deməli bu oldu belə. Təpə nöqtəsinin koordinatları MN-dir. Mən artıq M-i rahatlıqla tapa bilərəm. Mənfi 2 ilə 6'ını toplayanda eləyər 4. 2 ilə böləndə 2. Deməli bu nöqtənin 2 imiş. Əla. Burada N-dir. Deməli bura MN nöqtəsidir, yəni C nöqtəsidir. Və biz bunları birləşdirsək bizə bu üçbucağın sahəsini veribdir. Burada yazaq A nöqtəsi. Deməli bura yazaq A nöqtəsi. Burada yazaq B nöqtəsi. Bu üçbucağın sayəsini tapmaq üçün S bərabərdir 2'də 1 AB vuraq H. Yəni H nədir burada? N. Bunu veribdir bizə 24. Onda yaza bilərik 2'də 1. AB məsafəsi 8'ə bərabərdir. 6 çıx mənfi 2. Vuraq N bərabər 24. Buradan N-də 6 almış oluruq. Əla. M-i bilirdik 2, N-də bilirdik
Deməli 6. M 2 oldu. N də oldu 6. Deməli, onda C nöqtəsi 2, 6 nöqtəsiymiş. C nöqtəsi 2, 6 nöqtəsiymiş. Bunu tapmış olduq. N plus N qiymətinin cəmini tap. Deməli, bura oldu 8. 6 ilə 2-ni toplayanda, deməli, bu ikinci xanada qiyməti 8 olaraq tapırıq. Sonra biz yuxarıda tapmışdıq B bərabər mənfi 4A. Gəl, biz nədən istifadə edək? Deməli, nədən istifadə eləyək burada? A-nı, B-ni, C-ni tapmaq üçün. Biz A-nı tapmaq üçün M-dən istifadə edə bilərik. Heç uzağa getməyək. Bunu belə yazaq. Təpə nöqtəsinin koordinatlarına görə yazsaq, y bərabərdir ax minus 2-nin kvadratı plus 6. Bunu belə yaza bilərik və funksiyamız mənfi 2, 0 nöqtəsindən keçir də onsuz. Mənfi 2, 0-dan keçir. Üzərində yerinə yazsaq, 0 bərabərdir A vuraq. Mənfi 2 çıx 2, üstə gəl 6. Burada da kvadrat. 0 bərabərdir. Mənfi 2, mənfi 2 eləyir 4. Kvadratı 16, A üstə gəl 6. Buradan A bərabərdir. Mənfi, deməli, 2-yə bölsək, qalar burada 3, burada 8. A-nı tapdıq mənfi 8-də 3. B-ni də bilirdik ki, mənfi 4-adır. Mənfi 4-adır. Onda B də bərabər mənfi 4 vuraq. Mənfi 8-də 3. Bu deyilər 2-də 3. B-ni də tapdıq. C-ni də bilirdik. Aldıq belə. 2-də 3. 2-də 3. Üstə gələk. A-mız nədir? Mənfidir. Onda mənfi 8-də 3. C-ni də bilirdik. Deməli, C-miz nə idi? C-miz də burada sərbəst həddi idi. O da mənfi 12 idi. Burada bir dənə mənfi 12-ni qeyd edirik. Daha doğrusu mənfi 12 deyil C. C-mizi burada qatmayaq. Çünki burada Viet teoremi tətbiq edəndə mənfi 12 bölünsün A bərabər olmalı idi. Mənfi 12 bölünsün A bərabər olmalı idi köklər hasili. Mənfi 2-ni 6-ya vuranda mənfi 12 eləməlidir. Buradan A-nın bu mənfi 12-ni də silək. Daha doğrusu bunu silirik. A-nın qiymətini də bilirdik. Nə idi? Mənfi 12 bölünsün. A-mız da mənfi 8-də 3'dür. Mənfi 8-də 3 yazıram. Bunlar getdi. Bununla da bu gedər 4. 4 bölünsün 8-də 1 eləyir neçə? 32. Yəni, ən yaxşısı qarşılığa salmamaq üçün bunu silək. Deməli, bunu silək. Biz elə aşağıda yazdığımızdan istifadə edərək C-ni tapmağa çalışaq. Tənliyin kökləri mənfi 2, 0 və 6, 0 nöqtələridir. Aparıb yerinə yazsaq, olar belə 0 bərabərdir. Deməli, mənfi 2 yerinə yazanda olur 4A çıx 2B üstə gələk C. 6 da yerinə yazanda olur belə 0 bərabərdir. 36A üstə gəl 6B üstə gələk C. Bu olur belə. İstədiyimiz bir tənlikdə A-nı da B-ni də aparıb yerinə yazaq. A-nı da tapışıq, B-ni də tapışıq. A-nı yerinə yazsaq, olar belə 0 bərabərdir. 4 vuraq mənfi 8-də 3, yəni eləyir mənfi 2-də 3. Çıxaq 2B, yəni üstə gələk, daha doğrusu çıxaq. Olur belə çıxaq 2B. B-miz də 2-də 3-dür. Üstə gələk C. Buradan da alırıq, yəni bu tənlikdə yerinə yazdım. Oldu belə 0 bərabərdir. Mənfi 2-də 3, çıxaq 3. Üstə gələk C. C buradan bərabərdir. 4 tam 2-də 1. Aha. Deməli, C-ni də tapdıq 4 tam 2-də 1. Bizə lazımdır A üstə gəl B. Yəni, üstə gəl C. 4 tam 2-də 1. Üstə gələk 2-də 3. Üstə gələk çıxaq 8-də 3. Çünki A-mız 8-də mənfi 8-də 3'dür. Bura eləyər 6. Deməli 6 çıx 8-də 3. Bu deyilər 5 tam 8-də 5. Deməli burada aldıq 5 tam 8-də 5. Parabolanın təpə nöqtəsinin yerləşdiyi rüb birinci rübdür. Çünki M ilə N ikisi də müsbətdir. 2 və 6 idi. Bu da maraqlı suallardan biridir. Elə də çətin sual deyil. Videonu bəyənməyi, şərh yazmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.